Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizinlə 6-cı sinif RFM final imtahanı üçün nəzərdə tutulmuş sınav bir izahına baxacağıq. 4 ballıq suallardan başlayaq. Birinci sualda nə deyir? ABVC ədədləri üçün bu şərt ödənərsə aşağıdakı cəmi hesablayın. Aşağıdakı ifadəyə bir T deyib, aşağıdan yuxarını çıxaraq tapmaq olar, amma qarışıqlıq olmasın deyə, kəsirlərdir deyə, buradan elə yuxarıdakı ifadənin üzərində deməli, hər bir həddin üstünə bir gəlsək, aşağıdakı ifadəni almış olaraq. Yuxarıdakı ifadədə birinci ifadəmizin üzərinə bir gəlsək, fikir versək nə alınır? A çıxılsın B plus C məxrəcdə, A çıxılsın C surətdə. Üstünə bir gələndə görürük ki, burada nə alınır? B plus C-də A çıxılsın C-nin üstünə B plus C gəlir. Yəni C-lər islah olur, A plus B, bax bu ifadə alınır. Digərlərində də eyni şəkildə. Burada bir gəlsək, burada bir gəlsək, aşağıdakı uyğun hədlər alınmış olacaq. Yəni, sol tərəfə 3 dənə bir gəldim deyə, sağ tərəfə də 3 dənə bir əlavə eləməliyəm. Burada cavabımız olacaq nə? 6. Cavabxanasına 6-nı yazırıq. İkinci sual. Əhməd və Şirinin yaşlarının cəmi 60-dır. Yaş məsələlərində nəyə fikir verirdi? Yaş məsələlərində keçən zamanı ya ədədlərlə, ya da dəyişənli ifadə ilə mütləq şəkildə ifadə eləmək lazımdır. Deməli, burada Əhməd və Şirinin yaşlarının cəminin 60 olduğunu deyir. Əhməd plus Şirin bərabərdir 60-a. Bu qalsın əlimizdə. Şirin Əhmədin yaşında olanda Əhmədin anadan olmağına 18 il var idi. Şirin Əhmədin yaşında olanda, yəni keçmişə qayıdırıq. Şirinin yaşından Əhmədin yaşını çıxsaq, deyə bilərik ki, Ş çıxılsın Ə il əvvəl, görək nə baş verib. Əhmədin anadan olmağına 18 il var idi. Yəni, Ş çıxılsın Ə il geri getsəm, Əhmədin yaşı qədər də geri getməliyəm. Plus 18 il geri getməliyəm ki, bunlar bir-birinə bərabər olsun. Buradan əldə edərik nəyi? Ş çıxılsın 2. 2-ni biraz fərqli yazaq, Ə-yə oxşamasın. Ə bərabərdir 18. Bir də yuxarıda nə var idi? Ə plus Ş plus Ə yazaq, onu da rahat görək deyə. Ş plus Ə bərabərdir 60-a. Buradan aşağıdan yuxarını çıxsaq və ya mənfiyə vurub toplamaq da olar. Aşağıdan yuxarını çıxsaq, Ş-lar yoxa çıxacaq, buradan islah olacaq. Yəni, alınacaq Ə çıxılsın mənfi 2Ə, A plus 2Ə alınır burada, bərabərdir. Nə əldə edərik burada? Aşağıdan yuxarını çıxsaq, deməli, burada da 42. Buradan Ə bərabər olur 14-ə. Ə 14-dürsə, Şirinin neçə yaşı olacaq? Şirinin burada yaşı olacaq. Şirinin yaşı bərabərdir 60 çıxılsın 14 bərabərdir 46. Aha, birinin 46 yaşı var, birinin 14 yaşı var. Yəni, Şirin Əhmədin yaşında olanda neçə il sonradan söhbət gedir? Əhməd Şirinin yaşında olanda daha doğrusu. Əhməd Şirinin yaşında olanda Şirinin neçə yaşında olacaq? Yəni, Əhməd və Şirin arasındakı yaş fərqinə baxırıq. Burada da 14 bərabərdir. 32 il sonra nəyi soruşur? Görək nə baş verir? Şirin neçə yaşında olacaq? 46-nın üzərinə də 32-ni gəlirik. Eləyər 78 cavabını əldə elədik. Sonra, deməli, 3-cü sual. Ədədinin natural bölənlərindən neçəsi tam kvadrat deyil? Ədədin natural bölənlərinin sayının tapılmasını bilirik ki, dərəcələrin üzərinə 1 gələrək tapa bilərik. 4 plus 1, bunu sağ tərəfdə yazaq. 4 plus 1, 7 plus 1, 5 plus 1, bu da bərabər eləyər 5 vurulsun, 8 vurulsun, 6, 240 natural bölənimiz var. Bunlar izahlı olmadığı üçün, yaradıcılıq olduğu üçün izahlarına çox da önəm verməsək də olar. Sadəcə bu tipli suallar sizə açıq sual kimi də düşə bilər. Onu da nəzərə almaq lazımdır. Ona görə mümkün qədər açıq şəkildə yazırıq. Ədədin natural bölənlərinin neçəsi tam kvadrat deyil? Tam kvadrat olmayanları tapmaq, tam kvadrat olanları tapmaqdan daha çətindir. Ona görə də biz ümumi halların sayından tam kvadratları tapıb çıxacağıq. Yəni, istənilməyəni mümkün hallardan çıxacağıq. Burada tam kvadrat olanları necə tapaq? Tam kvadrat olan vurğulara baxmalıyıq ona görə də. 2-nin tam kvadrat olan bölənləri hansılardır? 2 üstü 0, 2 üstü 2, 2 üstü 4. 5-in tam kvadrat olan vurğuları 5 üstü 0, 5 üstü 2, 5 üstü 4, 5 üstü 6. 7-nin tam kvadrat olanları 0, 7 üstü 2, 7 üstü 4, 7 üstü 6 yoxdur. Aha. Kombinasiyaların sayına baxsaq, yəni burada məsələn 3 dənədir, burada 4 dənədir, burada 3 dənədir.
Axı biz bunlardan müxtəlif kombinasiyalar yarada bilərik. Məsələn, 2 üstü 0 vursun, 5 üstü 0 vursun, 7 üstü 2. Yəni müxtəlif üsullar seçə bilərik vuruq şəklində. Buradan deməli kombinasiyaların sayına baxsaq, görək neçə kombinasiya var. Burada 3 hal var. Burada 4 hal var. Burada 3 hal var. Cəmi elədi 36 hal istənilməyən hal. 240-dan da o istənilməyən 36 halı çıxsaq, bu da eləyəcək 204. 204 cavabımız 204. Burada sizdən ehtimal da soruşa bilər. Məsələn, neçəsi seçilən bir dənə orada vuruğun tam kvadrat olmaması ehtimalını tapın. 204-də 30. Deməli, 240-da 204 şəklində yaza bilərsiniz. Sinifdəki qızların sayı bütün şagirdlərin sayının 50%-dən çox, 60%-dən azdır. Bu sinifdə ən az neçə şagird ola bilər? Sinifdəki qızların sayı bütün şagird. Bütün şagirdlərin sayına x deyək. Bütün şagirdlərin sayı. Yenə də qeyd edirəm, bu yaradıcı olduğu üçün burada yetərli qədər izah yazmasaq da olar. Əsas cavabımız doğru olsun. X bütün şagirdlərin sayı olsun. X-in deməli 50%-dən çoxdur qızların sayı. Qızların sayı nədən çoxdur? 50% 0.5 hissədir də. 0.5 X-dan çoxdur. Nədən azdır? 0.6 X-dan azdır. İndi burada X-ə qiymətlər verməliyik. Bu sinifdə ən az neçə şagird? Ən az deyirsə, məsələn, X-ə 1 versək, 1 verə bilmərik onsuz da. Qızların sayı çünki müəyyən aralıqda yerləşməlidir. 2 versək, görəcək ki, olmur. Niyə olmur? 2 versək, bura eləyir 1, bura eləyir 1.2. 2 və 1.2 arasında natural ədəd yoxdur. Qızların sayı natural ədəd olmalıdır. Ona görə də burada 3 verəndə görürük, yenə olmur natural ədəd. Məsələn, 5 verək. 5 verəndə 2.5 ilə 3 eləyir. 2.5, 3 arasında natural ədəd yoxdur. Yaxınlaşırıq. 6 versək, 3 eləyir bura. Bura eləyir 3.6. Yenə natural ədəd yoxdur. 7 versək, 3.5. Burada eləyir 4.2. Yəni, bunlar arasında natural ədəd var. Hansı natural ədəddir? 4-dür. Yəni, ən az X neçə ola bilər? 7 ola bilər. Tutaq ki, cavab xanasında doldurmuşsunuz. Kənardan mütləq cavab 7 yazın. Mütləq. Soldan və sağdan oxunuşları eyni olan ədədlərə polindrom ədədlər deyilir. Çoxunuz tanışsınız bununla. Deməli, polindrom ədədlər 4 rəqəmli polindrom ədədlərin cəmini tapın deyir. 4 rəqəmli polindrom ədədlər 4 dənə yer ayırdıq. Hansı şəkildədir? Bura A olsa, burada A olmalıdır. Bura B olsa, burada B olmalıdır ki, polindromluq şərti ödənsin. Tutaq ki, burada polindrom ədədlərin hamısını yazdınız. Alt-alta hamısını yazdınız və topladınız. Toplamağa çalışdınız. Birinci burada təklikləri toplayacaq, düzdürmü? Təklikləri toplayanda burada deməli A-nın yerində hansı ədədlər ola bilər? 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, nöqtə, 9-a qədər ola bilər. Niyə 0 ola bilməz? Çünki 0-la başlayan ədəd yoxdur. Yəni 9 fərqli hal ola bilər. Görəsən, məsələn, A-nın yerinə 1 yazsaq, burada 1 ilə bitən neçə dənə 4 rəqəmli ədəd var? Onu tapmaq üçün biz B-lərə nəzər salmalıyıq. 1 ilə bitən neçə dənə ədəd olduğunu tapmaq üçün B-lərə nəzər salmalıyıq. B-nin ala biləcəyi müxtəlif qiymətlərin sayı qədər 1 ilə bitən burada ədəd olacaq. Eyni şəkildə 2 ilə bitən ədəd olacaq. Bu şəkildə davam eləsək, onda mən A-nın ala biləcəyi qiymətləri cəm A şəklində yazsam, cəm A bərabərdir. Bu nəyə bərabər olacaq? A-nın yerinə 1 yaza bilərəm, 2 yaza bilərəm, nöqtə plus 9 yaza bilərəm. Hər biri də müəyyən dəfə təkrarlanır. O təkrarlanmanı tapacağıq birazdan. Bu eləyəcək 45. A bərabərdir, cəm A bərabərdir. 45 vurulsun, hər biri müəyyən dəfə təkrarlanır, axı eyni dəfə təkrarlanır. 45 vurulsun, görək neçə dəfə təkrarlanır. B-nin yerinə bəs burada neçə ədəd yaza bilərəm? 10 ədəd yaza bilərəm. Yəni 10 rəqəm yaza bilərəm. 0 daxil olmaqla bir hamısını yaza bilərəm. Deməli, burada A-nın yerinə yazacağım hər bir rəqəm 10 dəfə təkrarlanacaq. Onda A-ların yerinə yazacağım ədədlər, yəni təkliklərin cəmi neçə olacaq? 45 vurulsun 10, yəni 450. Eyni şəkildə B-lərə də yanaşaq. Cəm B nəyə bərabər olar? Cəm B bərabərdir. Yenə B-nin yerinə məsələn burada 0 da yaza bilərəm, 1 də yaza bilərəm, 2 də, ta ki 9-a qədər 10 rəqəm. Bu 10 rəqəmin cəmi 0 olduğu üçün biri yenə də 45 eləyəcək. Bəs görəsən neçə dəfə təkrarlanacaq? Bu dəfə təkrarlanmaya baxmaq üçün A-lara nəzər salacağam. Görək A-nın yerinə neçə müxtəlif ədəd yaza bilərik? 9 rəqəm yaza bilərik. Bu da eləyir 360, 405. 405. Getdik hesablamaya. A-ların, təkliklərin cəmi neçə olacaq burada? Dedik, bayaq 450. 450-yə 0 yazırıq, neçə yadda? 45 yadda. Ondan sonra B-lərin cəminə baxırıq. B-lərin cəmi neçə idi? 405.
45 yadda elədi 450. Yenə 0 yazaq 45 yadda. Yenə B-lərin cəmi neçə olacaq burada? Yenə 405, 45 yadda 450, 0 yazaq. Deməli yenə 45 yadda, amma burada A-ların cəmi neçə olacaq? Bax burada təkliyin yüzlü minliklər mərtəbəsində. 450, 45 yadda elədi 495. Yəni cavabımız oldu 495 min. 6-cı sual. Hovuzun üçdə ikisi su ilə doldur. Hovuzun 4də 3 hissəsində yerləşdirilmiş A kranı bu hovuzu 6 saata boşaldır. Bir dənə hovuz şəkli çəkirik burada tez. 3də ikisi su ilə doludur. Bunu 3 yerə bölək səliqəli. 2, 3 yerə bərabər olduqlarını fərz eləyək. Deməli bu 3-dən ikisi su ilə doldu. Bu hissədə doldu, bu hissədə doldu. Deyir hovuzun 4də 3 hissəsində yerləşdirilmiş A kranı. O kran görəsən su olan hissədədir, yoxsa yuxarıda? Onun üçün nə eləməliyik? Biz 4də 3 ilə müqayisə eləməliyik 3də 2-ni. 4də 3 3də 2-dən böyük olduğu üçün, vaxtla sürət arasındakı fərqdən birbaşa görmək olur onu. 4də 3 3də 2-dən böyük olduğu üçün, yəni bu kran buralarda bir yerdə yerləşir. Buna nə kranı deyək? Bu kran çölə doğru axır. A kranı deyək buna, A kranı. Hovuzu 6 saata boşaldır. A kranı 6 yazıram yanına bir dənə nötrözdə, yadda qalsın deyə 6 saata boşaldır. Yəni altda bir hissəsini 1 saata boşaldacaq. Hovuzun üstündə yerləşdirilmiş B kranı isə, yəni yuxarıdan aşağıya doğru bir dənə B kranı var. B kranı bu hovuzu 4 saata doldurur. Bunu da yanına yazaq, bir dənə 4 saata doldurur. Kranlar eyni zamanda asılarsa hovuz neçə saata dolar? Buradan deməli bunlar ikisi də eyni anda açılsa da B kranı müəyyən zaman müddətində iş görəcək, bax bura qədər, bax bura qədər. Amma A kranı iş görməyəcək. İş görməyə çalışacaq, amma sonra çatmadığı üçün bir iş görməyəcək. Yəni B kranı burada tək işləyir əslində. Yəni görəsən burada B kranı nə qədər müddətə hovuzun hansı hissəsini doldurur? Hansı hissəsini doldurduğunu tapa bilərik. Necə taparıq? 4də 3-dən çıxarıq 3də 2-ni, görək o hovuzun krana qədər ki, A kranına qədər ki, boş hissəsi nə qədərdir? Bu deyilir 12də 9, 8, 1. 12də 1 hissəsi boşdur. Ştrixlədiyim hissə 12də 1 hissə. Deməli, bu 12də 1 isə A kranı bu hovuzu 6 saata boşaldır. B kranı 4 saata doldurur. B kranı görək 12də 1 hissəni nə qədərlə dolduracaq? Nə qədər vaxtda? 4də 1 vurulsun x bərabərdir 12də 1. 1 saata gördüyü işi x-a vurdum, zamana vurdum. Buradan əldə edirik nəyi? X bərabərdir 3də 1. Deməli 3də 1 saat B ekranı tək işləmiş olur, fəaliyyət göstərmiş olur. 3də 1. Ondan sonra yerdə qalan hissə nədir? Bunu rəngli sizin üçün yazıram. Rəngli yazmasaz da olar. Yaşıl hissə. Yaşıl hissəni doldurması üçün birinci növbədə yaşıl hissənin həcminin nə qədər olduğuna baxmalıyıq. Yaşıl hissənin həcmi nə qədərdir? Bu hissənin həcmi 4də 1-dir də. 4də 3-ündə yerləşmişdir. Kranın yuxarısında da deməli 4də 1 qalır. 4də 1-i. 4də 1-in görək hansılar dolduracaq bir arada? İkisi də bir yerdə işləyəcək artıq. Çünki A kranına da su çatıb. Yəni B ekranı 4 saata doldurursa 4də 1-dən çıxacam. Nəyi? 4də 1-dən çıxacam. 6 saata boşaldır 6da 1-i. Bunu vuracam bir dənə Y-ə. Neçə saat işləyiblər? Bu da bərabərdir nəyə? 4də 1-ə. 4də 1-ə. Boş hissəsi. Hovuzun boş hissəsini. Buradan əldə eləmiş olarıq nəyi? 12də 1 Y bərabərdir 4də 1. Y bərabərdir 12-yə vursaq 3. Bayaqlar nə qədər işləmişdi? Təkcə 3də 1 saat. İndi nə qədər işlədi? 3. Bunların cəmi də bizə verir 3,3də 1. Buraya yazırsınız 3,3də 1 və ya 3də 10 saat. Yanına da yazın saat. Zər 4 dəfə atıldıqda düşən xalların hasilinin cüt olması ehtimalını tapın. Zər atılanda düşən xalların hasilini, bayaq burada bir sual vardı. Əlverişsiz halları tapdıq, sonra ümumi hallardan çıxdıq. Burada da o cür yanaşmaq, sualı həll eləmək daha rahat görünür. Çünki düşən xalların hasilinin cüt olması üçün ən azından birinin cüt olması kifayətdir. Birinin cüt olması kifayət olduğu kimi ikisi də cüt ola bilər, üçü də cüt ola bilər. Bunları ayrı-ayrılıqda tapıb toplaya da bilərsiniz. Amma ən yaxşısı ümumi halların sayını tapıb, cüt olmayan halların sayını tapıb, bunları bir-birindən çıxmaq bizə əlverişli halların sayını tapmağa imkan verəcək. Deməli 4 dəfə atılanda zər 6 vurulsun, 6 vurulsun, 6 vurulsun, 6 mümkün hal var. Mümkün hal var.
Bəs tək olduğu hallar hansılardır? Zərin axı 1, 2, 3, 4, 5, 6. 6 üzü var. Bu 6 üzdən də sadəcə neçəsi təkdir? 3-ü təkdir. 1, 3, 5. Deməli 3 hal, 3 hal, 3 hal, 3 hal. Bu da eləyəcək əlverişli olmayan halların sayı. Olmayan. Olmayan. Gəlin ehtimalı tapaq, sonra birdən çıxarıq. Çünki burada hasili tapmaq bizi yora bilər. Ehtimalı tapsaq görək əlverişsiz. Yəni bizdən soruşulan A hadisəsidirsə, biz A hadisəsinin inkarını tapaq, ehtimalını tapaq. Deməli bu nəyə bərabərdir? 6 vurulsun 6 vurulsun 6 vurulsun 6. 3 vurulsun 3 vurulsun 3 vurulsun 3. Bu eləyir bizə verir 2 2 2 16-da 1 istənilməyəndir. Bəs bizdən istənilən hansıdır? Bizdən istənilən 1 çıxılsın 16-da 1. Bu da bərabərdir 16-da 15. Cavabını əldə eləmiş olduq. Buraya yazırsınız cavab 16-da 15. Müəllim şagirdlərdən çevrə üzərində müxtəlif ədədlər qeyd etmələrini istəyir. Hər bir ədədin özünə qonşu olan 2 ədədin hasilinə bərabər olması şərti ilə ən çox neçə müxtəlif ədəd qeyd oluna bilər. Bir dənə çevrə çəkək. Rahat görək. Məsələn, bir dənə qeyd eləyək, bir ədəd qeyd eləyək bura. Hansı ədəd olsun? X ədəd olsun. Bura ikinci bir ədəd qeyd eləyək. Burada normal ədədlərlə də işləyə bilərsiniz. Çünki zaten eyni şey verəcək. Sadəcə açıq sual kimi olsa, ədədlər yox, burada dəyişənli ifadə ilə yazmağınız sizin üçün daha müsbət olar. Tam bal almağınız üçün. X, Y, bəs bura neçə olacaq? Bura elə bir ədəd yazmalıyam ki, bu ikisinin hasili Y-ə bərabər olsun. Oraya yazacağım ədəd təbii ki, məxrəcində X olmalı ki, X-lər ixtisar olsun. Burada Y olmalı. Elə olurmu? Olur. İndi buraya elə ədəd yazmalıyam ki, bu ikisinin hasili ortadakına bərabər olsun. Oraya yazacağım X-da 1. Elə olurmu? Baxaq. X-də Y olur. Buraya yenə eyni ədəd yazmalıyam ki, bunların hasili nə olsun? Ortadakına bərabər olsun. Onun üçün də bunu Y-də 1-ə mi vurmalıyam? Baxaq. Y-də ixtisar olur. Bəli. İndi buraya elə ədəd yazmalıyam ki, bu ikisinin hasili ortadakına bərabər olsun. Buraya yazmalıyam X bölünsün Y. Elə olur. Bir dənə yazaq baxaq. X bölünsün Y. X-lər ixtisar olur. Y-də 1 qalır. Düzdür. Buraya elə ədəd yazmalıyam ki, ikisinin hasili ortadakına bərabər olsun. X mi olur? Hə, X olur. Fikir verin. Təkrarlandı. X ilə başlamışdıq, X ilə bitdi. Bundan sonrası təkrar olacaq. Onda neçə dənə fərqli oldu? 1, 2, 3, 4, 5, 6 dənə. Cavab 6. İfadəsinin ən böyük qiymətini tapın. Modul nədir? Modulun xas hissəsindən istifadə edərək bu ifadənin qiymətini, ən kiçik, ən böyük qiymətini tapa bilərik. Ən kiçik yox, ən böyük. Çünki bu ifadənin ən böyük qiyməti alması üçün məxrəcimiz nə olmalıdır? Məxrəcimiz ən kiçik olmalıdır. Məxrəcin ən kiçik olması da modulun xas hissəsindən çıxacaq. Necə çıxacaq? Modul nədir? Modul məsafə deməkdir. Hardan məsafə? Normalda modulda X-in koordinat başlanğıcından məsafəsi deməkdir. Amma modulda X çıxılsın 1, X-in 1-dən məsafəsi deməkdir. X-in 5-dən məsafəsi, X-in 13-dən məsafəsi deməkdir. Məsələn, burada bir dənə ədəd oxu çəkək. 1, burada 13. Bunlar arasında, bax bu aralıqdan hansı nöqtəni götürürsünüzsə götürün. Bax, X nöqtəsi buradan. Buradan 1-ə qədər olan məsafə ilə 13-ə qədər olan məsafənin cəmi heç vaxt dəyişmir. Sadəcə burada dəyişən X çıxılsın 5-in qiyməti, dəyəri olacaq. Biz də məxrəci ən kiçik eləməliyik ki, ifadə ən böyük olsun. Ona görə buradakı X dəyərini hardan götürəcəm? Düz 5-in üstündə götürəcəm ki, bu moduldan canımız dincəlsin ən azından. Digərlərinin qiyməti həmişə ən kiçik olması üçün bu aralıqdan götürməliyik deməli. O aralıqdan götürəndə də o modulların cəmi zaten eyni olduğu üçün özümüz üçün əlverişli bir şərait yaradırıq. Nə edirik? X-i 5 dəyərini alırıq. Yəni X-ə buradan 5 versək, burada olur 18 bölünsün 4 plus 1 plus neçə verdim? 5, 1 yox 0. Deməli 5 verəndə 4 olur, 0 olur, burada da 8 olur. Bu da bərabərdir 12-də 18, 2-də 3. 2-də 3, yəni 1,5 fərqi yoxdur. Növbəti sualımız. Deməli, bu neçənci sual idi? 9-cu sual. Bundan sonra açıq tipli suallara keçirik. 10-cu sual. Sabit sürətlə hərəkət edən kortej çayın eyni sahilində yerləşən
A məntəqəsindən B məntəqəsinə doğru yola düşür. A məntəqəsindən B məntəqəsinə 5 saatda, B-dən A-ya 7 saat. Deməli, çay sağa doğru axır ki, A-dan B-yə tez çatır. Çayın sürəti olsun, çay olsun x. Ya da çayın sürətinə y deyək, fərq yoxdur. Katerin sürətinə deyək, elə k-ç da deyə bilərsiniz. Gəlin k-ç deyək, canımız dincəlsin. A-dan B-yə 5 saata gedirsə, onda bunun sürəti nə olacaq? Katerin sürəti plus çayın sürəti vurulsun 5-ə. Bu verir bizə AB məsafəsini. Digər tərəfdən AB məsafəsi nəyə bərabərdir? Katerin sürəti çıxılsın çayın sürəti vurulsun 7-yə. Bunu sadələşdirsək, 5K plus 5C bərabərdir 7K çıxılsın 7C. C'ları sol tərəfə yıxsaq 12C bərabərdir 2K. Yəni K bərabərdir 6 çay. Kater çaydan 6 dəfə sürətlə axır. Sonra biz bayaq nə dedik? Dedik ki, bunlar bizə AB məsafəsini verir zaten. AB məsafəsini bir dəyişəndən asılı olaraq tapaq. Məsələn, soldakından yazıram yerinə. Heç bir fərq yoxdur. Harada yazırsınız yazın. K plus C vurulsun 5. Bu da bərabərdir. Katerin yerinə 6C yazsam, bura olacaq 7C vurulsun 5. Bu da elədir 35 çayın sürəti. Çaya atılan taxta parçası A məntəqəsindən B məntəqəsinə neçə saata gedər? Bax, bu yol 35 çığlıq yoldursa, çaya atılan taxta parçası ç sürətlə gedəcək, çayın sürəti ilə gedəcək. Yəni 35 çayı bölsəm çayın sürətinə bizə verəcək elə 35 cavabını, yəni 35 əldə eləmiş oldu. Bundan sonraki olmalıq suallarda mümkün qədər açıq şəkildə, yəni atdığımız hər addımı açıq şəkildə ifadə eləmək lazımdır ki, tam bal əldə eləyək. 11-ci sual. Şərtini ödəyən ədədlər üçün analogiya qiymətlərinin cəmini tapın deyir. Deməli, burada cütlərdən söhbət gedirsə, AB tam ədədləri üçün, yəni 2 dəyişənli ifadənin köklərindən söhbət gedirsə və ya 3 dəyişənli, 4 dəyişənli, bunları mütləq deyəndə, yəni %90 vurğulara ayırmaq lazımdır, istisna hallar var. Burada vurğulara ayırmağa çalışsaq, AB plus B çıxılsın 2A bərabərdir 17 yaza bilərik, səliqəli yazın. B vurulsun A plus 1. Burada da A plus 1 əldə eləmək üçün, orta vuruq çıxartmaq üçün 2A, bir də çıxılsın 2 əlavə eləməliyəm bura, düzdür? Mənfi 2-ni çıxardanda bəli. Sağ tərəfə də çıxılsın 2 əlavə eləsəm, bura olur 15. Yəni 17-dən ikisini verdim sola. Buradan alarıq B vurulsun A plus 1, çıxılsın 2 vurulsun A plus 1, məqsədimiz də bu idi. Bərabərdir 15-ə. A plus 1 ortaq vuruq kimi mötərizə xaricdən çıxarsaq, B çıxılsın 2, bərabərdir 15-ə. Yaxşı. 15-ə. İndi buradan bu ədədlərə qiymət verməliyik. A kiçikdir B deyirsə, məcburuq A-nı da tapaq, B-ni də tapaq. Görək burada hansı qiymətləri verə bilərik? Müsbətlər 1, 15, mötərizə yazmayaq. 1 vurulsun 15, 15 vurulsun 1, sonra 3 vurulsun 5, 5 vurulsun 3, sonra mənfilərə keçsək, mənfi 1 vurulsun. Mənfi 1 vurulsun. Bura belə yazaq ki, daha aydın olsun. A plus 1-ə bu qiyməti veririk, vurulsun. B çıxılsın 2-yə də bu qiyməti veririk. Hətta bunu gəlin elə səliqəli yazaq ki, altından yazsaz bunu, bax. Bura A plus 1-ə deməli 1 verdik, bura 15 verdik. Sonra bura verdiniz 15, bura verdiniz 1, bura verdiniz 3, bura verdiniz 5. Cədvəl qurmağa çalışırıq. Bura verdiniz 5, bura verdiniz 3. Sonra mənfilərə mənfi 1, mənfi 15, mənfi 15, mənfi 1, mənfi 3, mənfi 5, mənfi 5, mənfi 3. Başqa qaldı mı? Qaldı. Burada bir dənə belə bir cədvəl qururuq. Qəşəng səliqəli. Bu tərəfdə. Belə olanda görək AB özünü necə aparacaq? AB özünü necə aparacaq? Bura yazırıq A, bura yazırıq B. Hətta bunu da birləşdirək ki, səliqəli. Qarşı tərəf bizi tam anlasın. Biraz
Cədvəlimiz səliqəsiz oldu. Yaxşı. Buradan 1 verəndə A-mız olur 0. B-miz olur 17. 15 verəndə bura olur 14. Bura olur 3. 3 verəndə A-mız olur 2. B-miz olur 7. 5 verəndə A-mız olur 4. B-miz olur 5. Bir dəqiqə. 5 verəndə dayan. Müsbətlər düzdür. 5 verəndə A-mız 4 oldu. B-miz 5 oldu. Sonra mənfilərə keçdik. Mənfi 1 verəndə diqqətli olun. Mənfi 2 olur. Mənfi 15 verəndə mənfi 13 olur. Mənfi 15 verəndə mənfi 16 olur. Mənfi 1 verəndə 1 olur. Mənfi 1 verəndə 1 olur. Mənfi 16 olur, düzdür. Mənfi 3 verəndə mənfi 4 olur. Mənfi 5 verəndə mənfi 3 olur. Mənfi 5 verəndə mənfi 6 olur. Mənfi 3 verəndə mənfi 1 olur. Bizdən soruşurdu nəyi? A kiçikdir B şərtini ödəyən. A kiçikdir B-dirsə, onda burada bu şərt ödənir. Sonra bu şərt ödənir, bu ödənmir, bu ödənir. A kiçik olmalıdır, bu ödənir, bu ödənmir, bu ödənir, ödənir, ödənir. Yəni hansı qiymətlərin cəminə baxırıq? Baxırıq burada 0 plus 2 plus 4 2 plus 4 plus mənfi 16, mənfi 4, mənfi 6 çıxılsın 16, çıxılsın 4, çıxılsın 6 bərabərdir. Neçə eləyər bu? Mənfi 20. Cavabımız mənfi 20. Bir qrup şagirdin 40% A dilini. A dilini bilənlərin 20% isə B dilini də bilir. Çalışın sualın birini həll edəndə digərinin yerinə keçməyin ki, sonra çətinlik yaranmasın. Bir qrup şagirdin 40% A dilini, A dilini bilənlərin 20% isə B dilini bilir. Hər iki dildə bilməyənlər. Aha. Deməli biz burada A çoxluğu çəkirik, B çoxluğu çəkirik. Üstəlik heç bir dili bilməyənlər üçün də bir dənə çoxluq çəkirik. Bura yazacağım ədəd heç bir dili bilməyənlərə aid olacaq. Bura A çoxluğu, bura B çoxluğu, burada H çoxluğu deyirəm, heç birin yəni. Aha. Hər iki dili bilməyənlər deyir, yalnız B dilini bilənlərin 25%-ni təşkil edir. Hər iki dili bilməyənlər, yəni H-nın içərisinə yazacaqlarım, yalnız H-nın içərisinə yazacaqlarım, yalnız B dilini bilənlərin 25%. Onda yalnız belə suallarda biz çalışırıq ki, kəsirdən biraz qaçaq. Kəsirdən uzaqlaşaq ki, kəsirlər yanlış hesablamalara gətirib çıxardır. Yalnız B dilini bilənlərə nə deyə bilərik ki, kəsir alınmasın hələ ki burada. Bura 4x desəm, deyir, yalnız hər iki dildə bilməyənlər, yalnız B dilini bilənlərin 25%. Bura olacaq x. Əla. Buranı ikinci cümləni ifadə elədik. Bax, bu hissəni artıq ifadə elədik. Burayla da işimiz yoxdur. Sonra keçdik. Hər cümləyə diqqətlə baxmaq lazımdır ki, misalın həllində istifadə olunsun. Yararlı olacaq. A dilini bilənlərin 20% isə B dilini də bilir. A dilini bilənlərin 20% B dilini də bilir. Gəlin bundan sonra buralara bir dənə məsələn AB deyək, nə isə deyək. Çünki mürəkkəb olacaq yoxsa. AB desək, deyir, hər iki dildə bilməyənlər, buranı yazdıq. A dilini bilənlərin axırdan elə bil əvvələ doğru gedirik. A dilini bilənlərin 20% B dilini də bilir. A dilini bilənlər hansılardır? A plus B-nin 20%, yəni 5də 1 hissəsi, 20%, %20 kimi yaza bilərsiniz. Məncə bu problem çıxartmaz. 20%-in zaten bu olduğunu hamı görür. 20% isə B dilini də bilir. B dilini bilənlər bərabər olacaq nəyə? Yalnız B dilini, yoxsa B dilini? B dilini. B dilini bilənlər B plus 4x-dir da. Bunu sadələşdirsəz, hər tərəfi 5-ə vursaq, bura olur A plus B bərabərdir 5B plus 20x. 5B plus 20x. Buradan əldə eləyərik ki, A bərabərdir 4B plus 20x-a. Hesab səhvi olmasın. 4B plus 20x-a düzdür. Aha, bu cümləni də ifadə elədik. Nə gözəl. Bir dənə qaldı 40% söhbəti. Bir qrup şagirdin 40% A dilini, bax 40% A dilini bilirsə bu qrup şagirdi. Onda bu qrupda nə qədər adam var deyə tapmaq istəsək, bu
qrupda nə qədər adam var deyə tapmaq istəsək. Nə qədər adam var qrupda? A plus B plus 5x adam var da, elə deyil. Bir qrup şagirdin 40% adilini bilir deyir. Bax 40% adilini bilirsə, onda A plus B plus 5x-in 40%. Yəni 5-də 2 hissəsi nəyi bilir? Adilini bilir. A plus B-yə bərabərdir. A plus B-yə bərabərdir. Bunu da sadələşdirsək, buranı belə ayıraq, gələ keçməz deyib. Bunu da sadələşdirsək, hər tərəfi 5-ə vursaq, burada alınır 2A plus 2B plus 10x bərabərdir 5A plus 5B-yə. 5A plus 5B. Buradan əldə eləyərik nəyi? 3A plus 3B bərabərdir 10x-a. 3A plus 3B bərabərdir 10x-a. Yuxarıda hesab səhvi olmadı. Bir dəqiqə baxaq. A plus B-nin deməli A dilini bilənlərin 20%, B dilində. Hər iki dildə bilməyənlər yalnız B dilini bilənlərin 25%-ni təşkil edir. Düppədüzdür. Düzdür. Sonra A dilini bilənlərin 20% isə B dilini də bilir. A dilini bilənlərin A plus B-nin 20%, yəni 5-də 1 hissəsi B dilini də bilir. B dili də B plus 4. A, burada B plus 4x olmalı deyildi. B olmalıydı. Bu ifadəni dəyişsəz, B eləsəz, qalanları düzələcək. Bu 4x-i silsək buradan, deməli belə bir şey alınır. A plus B vurulsun 5-də 1, A plus B vurulsun 5-də 1 bərabərdir B-yə, düzdür. Deməli, buradan alınır A bərabərdir nəyə? 4B-yə. A bərabər 4B-dirsə, A bərabər 4B-dirsə, onda B-nin yerinə burada nə yaza bilərəm mən? Təzədən o çoxluğu çəksəm, rahat görünsün deyə təzədən çəkirəm. B-nin yerinə burada nə yaza bilərəm mən? B-nin yerinə yazacağım. A-nın yerinə yazacağım daha doğrusu 4B. B-nin yerinə yazacağım B. Burada yazacağım 4x. Burada x olduğu kimi saxladım. Elə bunu buradan da görə bilərdiniz, fərqi yoxdur. Yaxşı. Bayaqki şey tətbiq eləsək alınır, bitir. 40% A dilini, A dilini bilənlərin 20% isə B dilini də bilir. Deməli, bir qrup şagirdin 40% A dilini bilirsə, ümumi şagirdlərin sayını yenə 40%-ni tapırıq. A plus B plus 5x-in 40%-ni tapırıq. 5-də 2 hissəsini. Bərabər eləyəcək A plus B-yə. Bunu sadələşdirsəz, yəni burada AB-nin yerinə bayaqki ifadələri yazsaz, A-nın yerinə 4B yazacaq, düzdür? A-nın yerinə 4B yazanda bura eləyir 5B plus 5x vurulsun 5-də 2 bərabərdir A plus B. Buradan B plus x vurulsun 2 bərabərdir A plus B. 2B plus 2x bərabərdir A plus B. Buradan deməli A-nın yerinə sağ tərəfdə şey yazmadıq. A-nın yerinə sağ tərəfdə burada yazaq ki, tez canımız dincəlsin. Deməli 5-də 2 bərabərdir A plus B-nin yerinə deməli 4B yazanda burada 5B olur. Buradan vurulsun 2 bərabərdir 5B-yə. Yəni buradan da 2B plus 2x bərabərdir 5B-yə. 2x bərabərdir 3B əldə eləmiş oluruq. 2x bərabər 3B-dirsə, aşağıdakı ifadədə bunu nəzərə alsaq, 2x bərabər 3B-də nəzərə alsaq, yalnız bir dil bilənlərin sayı ən az neçə olar deyir. Aşağıdakı ifadədə burada onu nəzərə alsaq, yalnız bir dil bilənlərin sayı. X-a deyək buradan 3K, B-yə deyək buradan 2K. Aparsaq yerinə yazsaq hamısını, K-dan asılı bir ifadə ilə yazsaq, kənardan alt 3K-mız qalacaq. Sağ tərəfdə 4x idi, yəni 12x-imiz qalacaq. 12k-mız qalacaq daha doğrusu. Ortada B idi sadəcə, burada 2k qalır. Sol tərəfdə nə olacaq? A-dır. A-mız da neçədir? A-mız 4B-dir də, hə? 4B 8k yəni. 8k. Aha, bitdi. Yalnız bilinənlərin sayı ən az neçə olar? Yalnız bir dir olacaq 8k plus 12k bərabərdir 20k-ya. Ən az da olacaq 20 ən az. Əla sual idi. Növbəti sual. Bir fermer fermadakı toyuqların 20-sini satarsa aldığı yem 20 gün gec bitər.
Gəlin gündən söhbət edir burada. Bir də toyuqlardan. X toyuq olsun. X toyuq və Y gün olsun. Yəni Y gün X toyuğa Y gün çatacaq qədər yem var. Tutaq ki, X toyuğa Y gün çatacaq qədər yem var. X toyuğa Y gün çatacaq qədər yem var. Yəni belə çıxır ki, X toyuq, bir toyuq gündə 1 kiloqram tutaq ki, atıram. Yəni bir vahid yem yesə, Y günə deməli nə qədər yem yemiş olacaqlar? Bir dənə toyuq Y vahid yem yemiş olacaq. X dənə toyuqdur. X də günün miqdarıdırsa, onda yemin miqdarı X vurulsun Y şəklində ifadə oluna bilər. X, Y yem var. Yəqin ki, başa düşüldü. X, Y yem var. İndi görək şərt dəyişəndə bu X, Y yemin miqdarı sabit qalır axı. Görək hansı bərabərliklər alınacaq. 20'sini satarsa, X çıxılsın 20 vurulsun. Yenə toyuqların miqdarını günə vuracaq. Aldığı yem 20 gün gec bitər. Yəni bu vurulsun. 20 gün gec bitmək biraz paradoksaldır. 20'ni üstünə gəlirik də bunun. 20. Bərabərdir nəyə? X vurulsun Y-ə. Yemin miqdarı dəyişmir axı. X, Y plus 20, X çıxılsın 20, Y plus minus daha doğrusu 400. Bərabərdir X, Y. X, Y-lər islah olsa, buradan nəhayətində hesablayıb tapa bilərik ki, X çıxılsın Y bərabərdir 400, 20'yə böləndə o da eləyir 20. X çıxılsın Y bərabər 20 əlimizdə. Sonra, ikinci cümlə, əgər 20 toyuq satmayıb, yəni əvvəlki toyuq miqdarı sabit qalsın X, 60 toyuq alsa, olacaq bu dəfə də X plus 60 vurulsun. Aldığı yem 20 gün tez bitər. Y çıxılsın 20. Bərabərdir yenə X, Y. Buradan X, Y plus minus 20X plus 60Y çıxılsın 1200 bərabərdir X, Y. Buradan sadələşdirsəz, 60Y çıxılsın 20X bərabərdir 1200-ə. 3Y çıxılsın X bərabərdir 20'yə böləndə 60. Bir də yuxarıda nəyimiz var idi? Bu ulduz ifadəsi. Yeri gəlsə, qarşılıqlı olsa belə ulduzlaya bilərsiniz. Ulduz ifadəsindən də X çıxılsın Y bərabər idi nəyə? 20'yə. Bunları tərəf-tərəfə toplasaq, görürük ki, X-lar islah olur. Yerdə qalır 2Y bərabərdir 80'ə, Y bərabərdir 40'a. Nəyi soruşurdu görək? Fermada neçə toyuq olduğunu tapın. Yəni, X-i soruşur bizdən. Y-imiz 40'dırsa, X-i gətirib burada yerinə yazsaq, X eləyəcək buradan 20 plus Y bərabərdir 60. 14-cü sual. Aşağıdakı ifadənin qiymətini tapın. Deməli, 14-cü sualı normalda burada buranın 0.5 olduğunu, buranın 1.5 olduğunu, buranın 2 olduğunu görərək yazmaq olar. Amma buradan 10 bal əldə eləyəcəyiniz gözlənilən deyil. Bu sualı yaxşı olardı ki, dəyişənli ifadə ilə ümumi şəkildə göstərib, sonra həmin dəyişənli ifadəyə tətbiq eləyəsiniz. Necə? Baxırıq ki, hər bir buradakı ifadə, hər bir mötərəzə nəyi ifadə edir? Məxrəcə fikir verin, 2 yazıb, 1'ə qədər ədədləri toplayıb. 3 yazıb, 2'yə qədər ədədləri toplayıb. 50 yazıb, 49'a qədər ədədləri toplayıb. Yəni, surətdə 1 plus, 2 plus, nöqtə plus, n-ə qədər ədədləri toplamışamsa, deməli məxrəcdə nə var? N plus 1 var da, hə? N plus 1 yazır, n-ə qədər ədədləri toplayır, bəli. Bu bərabərdir. Surətdəki, buraya yaza bilərsiniz, hər bir ifadənin ümumi şəkli. Hər bir mötərizənin ümumi şəkli. Yəni, dəyişənli. Birdən n-ə qədər ədədləri cəmini tapmağı bilirik. Necə tapırdıq? Deməli, Qauss-Cəm düsturuna görə 1 plus n vurulsun n bölünsün 2. Məxrəcdə də n plus 1 var. Bərabərdir. Bu bilirik ki, 1 plus n vurulsun n bölünsün 2. Yəni, sürəti məxrəcə böləndə məxrəcin tərsinə böldüyümüz üçün 2 düşür aşağı avtomatik. İstəsəz bölmə əməli kimi yaza bilərsiniz bu kəsiri, rahat görün. 2 vurulsun n plus 1, sürətdə də nə qalır?
n plus 1 vurulsun n. N plus 1'lər ixtisar olsa burada qalır 2-də n. Bu o deməkdir ki, yəni burada n-in yerinə neçə qoymusansa, o elə 2-də n deməkdir bu cəm. Burada n-in yerinə neçə qoymusansa, o cəm 2-də n-ə bərabərdir. Burada da 2-də n-ə bərabərdir. Görün nə rahat olacaq. Və birinci kəsirdə n-in yerinə neçə qoymuşuq? Hə, bu ifadə bərabərdir. Buradan bərabər qoya bilərsiniz. Bərabərdir o ifadə. N-in yerinə hətta üstündən də yaza bilərsiniz. N bərabər burada 1. N bərabər burada 2. N bərabərdir 3 bu şəkildə. Yəni n bərabər 50. Yox 49. 49. Yəni n-də 1, 2-də 1 daha doğrusu plus 2-də 2. N-in yerinə 2 qoyuram. Plus 2-də 3. Plus nöqtə 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 plus 2-də n-in yerinə oradan neçə qoymuşam? 49. 49. Bərabərdir. Bu da eləyir 2-də 1 plus 2 plus nöqtə nöqtə plus 49. Bu da bərabərdir. 2-də deməli 50 vurulsun 49 bölünsün 2. Bu da bərabərdir. Bura eləyir neçə? 1225 bölünsün 2. Bu da bərabərdir. 612 tam onda 5 səhv olmadı. Baxaq. 25 4-ə 1225. 4-ə böləndə 1225 düzdür. Yəni cavabımız olur 612,5. Axırıncı sualımız. Satıcı 4 qutusunu 3 manata aldığı yumurtanın 3 qutusunu 4 manata satmağı planlaşdırır. Deməli 3 qutusunu 4 manata, 4 qutusunu 3. Gəlin işimizi qarantiyə almaq üçün burada yumurtaların qutularının sayına 12x deyək. 12x qutu yumurta olsun. Mümkün qədər səliqəli yazın. Açıqlayın hər şeyi. Onda 4 qutusunu 3 manata aldığı yumurtaların 3 qutusunu 4 manata satmağı planlaşdırır. Daşınarkən yumurtaların 4də 1 qırır. Satsın əvvəl nəzərdə tutduğu gəlir əldə edilir. Aha. Alarkən çəkdiyi xərc dəyişmədiyi üçün burada ümumi yumurtalara nə qədər pul verib bizə maraqlı deyil. Sadəcə maraqlı olan bilirsiniz nədir? Maraqlı olan görəsən alanda bir yumurtanın qiyməti neçəyə düşürmüş? Çünki axırda bizdən şey soruşur axı. Satıcının əvvəl nəzərdə tutduğu gəliri əldə edə bilməsi üçün satış qiyməti neçə dəfə artırmalı olduğunu, satış qiyməti bir qutusunun qiymətinə görə tapılsa daha rahat olacaq. Onda bir qutusunu neçə manata yox elə birbaşa filan manata satmağı planlaşdırırdı. Neçə manata satmağı planlaşdırırdı? Bax fikir verin. 3 qutusunu 4 manata satmağı. Alış qiyməti dəyişmədiyi üçün alış qiyməti eyni olacaq yumurtasınsa da. Satış qiymətini dəyişəcək. 3 qutusunu 4 manata satmağı planlaşdırırsa, bir qutusunu 4 manat bölünsün 3 bərabərdir. 3-də 4 manata satmağı planlaşdırır. Satmaq istəyirdi. Aha. Daşınarkən yumurtaların 4də 1-i qırılır. Görək yumurtaların 4də 1-i qırılırsa nə qədər yumurta qalır? Nə qədər yumurta qalır? 4də 1-i qırılır, 4də 3 hissəsi qalır. Bu da bərabərdir 12x vurulsun 4də 3. Bu da bərabərdir 9x qutu yumurta qalır. Yumurta. 4də 3 hissəsi qalır. 9x qutu yumurta qalır. 9x qutu yumurtadan nə qədər gəlir əldə eləməli idi? Əvvəl nə qədər gəlir əldə eləməli idi? 3 qutusunu 4 manata satmalı. Gəlir dediyim, yəni nə qədərə satmalı idi? Xeyirdən söhbət getmir burada. 3 qutusunu 4 manata satmağı planlaşdırırdı axı. Yazaq ki, əvvəl yumurtaları 12x deyildi yumurta qutusu. Bunu elə bir ki 3 qutusunu 4 manata satırsa 3-ə bölürük, 4-ə vururuq, bu da eləyir 16x. Əvvəl yumurtaları 16x manata satmağı planlaşdırırdı.
Onda yumurtalar sınandan sonra o 9x qutu yumurtadan da 16x pul çıxartmalıdır da. Yumurtalar sındıktan sonra, bax burada yaza bilərsiniz. Yumurtalar sındıktan sonra əvvəlki gəliri əldə edə bilməsi üçün bir qutusunu neçəyə satmalıdır? 16x manat əldə eləməlidir. 9x qutu qalıb axı. 9x qutudan elə bil 16x manat gəlir əldə eləməlidir. Yəni 9-da 16 manata satmalıdır. Əvvəl neçəyə satmalı idi? Əvvəl bir dəqiqə, bax bunun altından bunu səliqəli şəkildə lap belə kvadrata da ala bilməlisiniz. Əvvəlki qiymət 3-də 4 manat. Neçə dəfə artırmalıdır onda? 9-da 16-nı bölərik 3-də 4-ə. Bu da eləyər 9-da 16 vurulsun 3-də 4-də 3. Bu da bərabərdir 3-də 4 dəfə artırmalıdır. Cavab 3-də 4.